Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz bir öncəki slaydın davamıdır. Yəni, Azərbaycanda 3-cü Respublikasının qurulması ərəfəsində baş verən hadisələr və 3-cü Respublikanın qurulması. Demək, birinci slaydımızda hadisələrin bir qismini izah etmişdik. Bu ikinci slaydımızda yenə də 3-cü Respublika mövzusunun davamı olaraq sizə izah edəcəm. 1990-cı il 15 yanvarda ermənilər Xanlar rayonunun Quşçu kəndinə basqın etdilər. Nə vaxt? 1990 15 yanvarda. Bu zaman elə yanvar ayında, 1990-cı ilin yanvar ayında Azərbaycan Xalq Cəbhəsi addımlar atdı. Belə ki, Milli Müdafiə Şurası yaradıldı və özünü müdafiə dəstələri təşkil edildi Azərbaycan Xalq Cəbhəsi tərəfindən. 1990-cı il 19 yanvarda deməli, ermənilər Naxçıvana hücum etdilər. 15 yanvarda Xanlar rayonu Quşçu kəndinə, 19 yanvarda Naxçıvana hücum etdilər. Naxçıvan MSSR buna qarşı addım atdı. Belə ki, SSR-nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdi. Bu, Sovet ittifaqı içərisində atılmış ilk addım idi. Yəni, çox cəsarətli, çox qəti bir addım idi. SSR-nin tərkibindən çıxdı. 1990-cı il 15 yanvarda deməli, Azərbaycan rəhbərliyi SSR-yə müraciət edir. Yəni, yaranan bu gərginliyə görə. Bunun nəticəsində SSR rəhbərliyi Bakıya əlavə qoşun yeridir. Deməli, 20 yanvar hadisələri ərəfəsidir. 1990-cı il 19 yanvarda SSR Ali Sovetinin rəyasət heyəti xəbərdarlıq etmədən Bakıda fövqəladə vəziyyət elan edir. Yəni, Bakıya xəbərdarlıq olunmur və fövqəladə vəziyyət elan olunur. Və dərhal 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə 20 yanvar qətliamı törədilir. Burada deməli, Azərbaycan xalqına, Bakı əhalisinə divan tutulur. Amma bu, Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmir. 1990-cı il 21 yanvarda Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gedir və 20 yanvar hadisəsi ilə bağlı kəskin etirazını bildirir. 1990-cı ilin yanvarında Əbdülrəhman Vəzirovu Ayaz Mütəllibov əvəz edir. SSR rəhbərliyi onu Azərbaycanda hakimiyyətə gətirir. Yəni, birinci katib kimi. Bu, yanvar ayından may ayına kimi birinci katib kimi bu vəzifə davam edir. May ayında deməli, prezident vəzifəsi təsis olunur. Ali Sovet tərəfindən və Ayaz Mütəllibov prezident seçilir. 1991-ci ilin 5 fevralında Ali Sovetin qərarına əsasən Sovet sosialist sözü deməli, ləğv olunur. Rəsmən Azərbaycan Respublikası adlandırılır və üç rəngli bayraq dövlət bayrağı kimi təsdiq olunur. 1991-ci ilin 14 martında, dəyərli yoldaşlar, Azərbaycanda SSR-nin saxlanması ilə bağlı referendum keçirilir. Nə vaxt? 1991 14 martda. Hələ 7 martda Heydər Əliyev Azərbaycanın SSR-nin tərkibində qalması haqqında və ya SSR-nin saxlanması haqqında etiraz eləmişdi və bunun olmamasını vacib bilirdi və bildirirdi ki, Azərbaycan müstəqil olacaq bütün potensiala malikdir. 1991 14 martda keçirilən bu referenduma ilk boykot edir Naxçıvan. Ondan sonra Azərbaycanın demokratik qüvvələri də deməli bu referenduma boykot edir. 1991-ci ilin avqustunda nə baş verir? Deməli, Qarbaçov bu zaman istirahətdə idi və bundan istifadə edən deməli, mühafizəkar qüvvələr SSR-də Qarbaçovu hakimiyyətdən uzaqlaşdırır və xüsusi fövqəladə vəziyyət komitəsi yaradırlar. Nə yaradılır? Xüsusi fövqəladə vəziyyət komitəsi. Bu qiyama qarşı demokratik qüvvələr qalxır və bu qiyamı
qarşısı alınır. Qorbaçov yenə də vəzifə səlahiyyətlərinə davam edir. Azərbaycanda bu qiyama etiraz olaraq Bakıda Azərbaycan Xalq Cəbhəsi binasının qarşısında 1 milyonluq miting keçirilir. Eyni zamanda Naxçıvanda da buna etirazlar var. Naxçıvandakı xalq hərəkatına rəhbərlik eləyir və onu koordinasiya edir Heydər Əliyev. Deməli, Naxçıvanda Heydər Əliyev, Bakıda Demokratik Blok. Deməli, Heydər Əliyev və Demokratik Blok xalq hərəkatının koordinasiyasını həyata keçirirdi. Mitingdə tələblər nə idi? Yəni 1 milyonluq mitingdə tələblər nə idi? 1. Prezident seçkiləri dayandırılsın. 2. Ali Sovet buraxılsın. 3. Komünist Partiyası ləğv edilsin, buraxılsın. Fövqəladə vəziyyət ləğv edilsin. Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın suveren hüquqları təmin edilsin. Deməli, Azərbaycanın Ali Soveti 1991-ci ilin 30 avqustunda, diqqətlə yadda saxlayın, 91-ci ilin 30 avqustunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edir. Deməli, bəyannamə 1991 30 avqustdadır. Ali Sovet tərəfindən. Deməli, Heydər Əliyev Komünist Partiyasının buraxılmasını tələb edirdi. Ciddi şəkildə israrla tələb edirdi və onun bu tələbinə laqeydlik göstərilirdi. Eyni zamanda keçiriləcək prezident seçkilərində müxtəlif maneələrlə, yəni süni maneələrlə Heydər Əliyevin prezident seçkilərində iştirakını qarşısı alınmışdı. 1991-ci ilin 8 sentyabrda deməli, Ayaz Mütəllibov yenidən prezident elan olunur. Nə vaxt? 1991 sentyabrda. Deməli, bir dəfə elan olunmuşdu 1990-cı ilin deməli, mayında, indi isə 91-ci ilin sentyabrında elan olunur. 1991-ci ilin 14 sentyabrında Azərbaycan Komünist Partiyası buraxılır. Nə vaxt? 14 sentyabrda. 1991-ci ilin oktyabrında Milli Şura yaradılır. Nə vaxt? 1991-in oktyabrında Milli Şura yaradılır. Bu Milli Şura razılaşma əsasında yaradılır. Kimlər arasında razılaşma əsasında? İqtidar qüvvələri ilə Azərbaycan Xalq Cəbhəsi arasında əldə olunan razılığa görə yaradılır. Və 1991-ci ilin 18 oktyabrında, diqqət edin, 18 oktyabrında Ali Sovetin qərarı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilir. Deməli, bəyannamə qəbul edilmişdi 30 avqustda, 18 oktyabrda isə konstitusiya aktı qəbul edildi. Konstitusiya aktına görə, əsas müddəaları deyim sizə, dövlət müstəqilliyi bərpa olundu Azərbaycanda. Azərbaycan Xalq Cumhuriyyətinin varisi olaraq 3-cü Respublika yaradıldı və bu Respublika müstəqil, unitar, dünyavi dövlət idi. 1991-ci ilin 8 dekabrında, 1991, 8 dekabr, Belarusun Brest şəhərində MDB yaradıldı. MDB nədir? Müstəqil Dövlətlər Birliyi. Buna daxil idi Rusiya Federasiyası, Ukrayna və Belarusiya. Deməli, bu SSR-yə son qoyulması demək idi. Amma hüquqi cəhətdən SSR-nin sona yetməsi, yəni SSR-yə son qoyulması 1991-ci il 25 dekabrda Qorbaçovun istefası ilə baş tutdu. Yəni 1991-ci ilin 25 dekabrında Qorbaçov istefa verir və hüquqi cəhətdən SSR-yə son qoyulur. Dəyərli yoldaşlar, davam edirik, izləmədə qalın.